mən cəza çəkmə müəssisəsində olanda 600 nəfər məhkum var idi. O, mən səhərsi gün qəzetə də göndərdim o məlumatı. Deməli, and olsun Allah, bir dənə adam bülleteni görmədi bir məhkum. Hansı ki, məhkumlara səs vermə hüquqları var axı. Deməli, içəri salı da bir jurnala qol çəkib çıxarırdılar. Düzdür, mən o seçkidə səs vermədə iştirak etmədim, amma müşahidə elədim axıra qədər. Qıraqdan durub, seyirci mövqeyi tutdumsa da, amma lazım ediləcək. Hamısına, orada türmənin o Zampalit deyilən bir adam var, o rəisin tərbiyə işləri müavini, o çəkdir. Orada da mən elə yazdım ki, seçkini vurdum başa Məmməd başa, dur farağat, az yaşa Məmməd yaşa. Qalxdı göyə, qiyməti kəndin duzu, mısmırığın düşdü, açılmır buzun. Fikri tamam başqalaşın mırtızın, qəlbi dönübdür daşa Məmməd daşa, dur farağat, az yaşa Məmməd yaşa. Kimdə ki yox söz deməyin qüdrəti, olmaz onun bircə qram qeyrəti. 60 il saxlamısan övrəti, nəyinə gərəkdir? Boşa Məmməd boşa, dur farağat, az yaşa Məmməd yaşa. Əy belini Əncəli xan eyləsən. Bu Əncəli xan oyunu var idi. O vaxtı çıxardıblar. Valla o qəsdən, o bilərəkdən düşünmüş şəkildə çıxardıblar. O Əncəli oyunu yadınızdadır. Belə əyirdilər, belin cəmaat tullanır üstündən. O cırtdanın nağılı kimi də. Bizdə rüşvətxorluq birinci cırtdanın nağılından başlayıb baxır. O vaxtı cırtdan deyir ki, div deyir kim yatmış kimi oya, o deyir ki, tam yatmış cırtdan oya. Niyə görə? Yağat bəy verilsin sonra. Rüşvət oradan başladı. Cırtdanın nağılına. Yəni, uşaqların o psixologiyasına o vaxtdan salınıb. Ki, əy belini Əncəli xan eyləsən, qul kimi dur, çünki canım böyləsən. Bircə şərəm haqqı durub söyləsən, gəlməyəcəksən, xoşa Məmməd, xoşa. Dur farağat, az yaşa Məmməd, yaşa. Qırmızı mandatlı yığıb fəhləsin, sahmana salsın, öz evin məhləsin. Gündə gedib tökmə onun zəhləsin, qoysana bir yağlaşa Məmməd, yaşa. Dur farağat, az yaşa Məmməd, yaşa. Hövsələn olsun, amüsəlman, dayan, güya çığırsan səni kimdir sayan. Gül kimi öndərlərimiz yan bayan, yolda şəkillər qoşa Məmməd qoşa, dur farağat, az yaşa Məmməd yaşa. Bu, bax, belə mən şeirlərim var, biri də var, onu oxuyacağım indi sizə. Yəqin ki, o azadlıq qəzetində çıxacaq yaxında. O da Vəliyə yazmışam yenə. Ay Vəli, aldılar ölkəni bizdən. Bu da bir qoşma fason bir şeirdir ki, Azərbaycan xalqın kim nuş eyləyib? O vaxtı Hacı deyil və Həcəbdil. Azərbaycan xalqın kim nuş eyləyib, Hacı Leylək adlı bir quş eyləyib, bəni adəmləri paypuş eyləyib, apardı 5 dənə ölkəni bizdən, ay Vəli, aldılar ölkəni bizdən. Qarğalar pul yığdı saxsağan nəzir, tülkülər durdular əmrə müntəzir, kaftar padşah oldu çaqqal baş vəzir, mataha mindirən öz genimizdən, ay Vəli, aldılar ölkəni bizdən. Əməldə, qanqada, sözdə yalançı, xalqın malın yedi mahir talançı, əhli kef boz qatır, köhnə qiyamçı, noxtası urusdan ölkəni bizdən, ay Vəli, aldılar ölkəni bizdən. Bərkitdi taxtını qalxmaq üçün ada, süpürüb sərvəti verdilər yada, düz 40 il üzdülər geniş dəryada, gəmisi quldurdan yelkəni bizdən, ay Vəli, aldılar ölkəni bizdən. Məddahlar düzüldü söhbətli sazlı, üzlər tüpürcəkli, başlar qapazlı, arvadlar ötkəmli, kişilər nazlı, silmək istədilər ərkanı bizdən, ay Vəli, aldılar ölkəni bizdən. Satqın ziyalılar məclis qurdular, elliklə Heydərə nökər durdular, Azəri xalqına qan utdurdular, hörmətli tutdular özgəni bizdən, ay Vəli, aldılar ölkəni bizdən. Alimlər qaldılar pul azarında, sındı qələmləri çox yazarın da, türkün igidləri Rus bazarında, didərgin düşdülər məskənimizdən, ay Vəli, aldılar ölkəni bizdən. Cinlər, şəyatinlər vurdular dövrə, yeni Azərbaycan qoydu bünövrə, satıldı mal qoyun, boşaldı tövlə, apardı inəyi cöngəni bizdən, ay Vəli, aldılar ölkəni bizdən. Mandatlar paylandı 110 nəfərə, ordunu verdilər tazir səfərə, baş polis gərdəkdə çəkildi fərə, sifariş etdilər yengəni bizdən, ay Vəli, aldılar ölkəni bizdən. Yapçılar qurdular özəl sahmanı, bizə çox gördülər uçuq daxmanı, şığıyıb quzğun tək yaxsız loxmanı zorla qopartdılar çəngəlimizdən, ay Vəli, aldılar ölkəni bizdən. Kəsəyi şirdib dağ eyləyənlər, 4 ay meydin sağ eyləyənlər, Mirzənin sözünə lağ eyləyənlər, keçəcək qul kimi laf önümüzdən, ay Vəli, aldılar ölkəni bizdən. Bunu da Vəliyə yazmışdım, Vəli düzdür, burada Kəbləvəlidir, Vəli bir dəqiqə dövlətdə bir məmurda işləyir, dostumdur. Bu şeiri də yazmışam, paketdə də göndərmişəm ona, onu möhkəm evində saxlayır onu.